Aa, yox, bu mənim cins yubqamdır. Düz bir cins yubqa. Əynimdə göstərəcəm, çünki belə anlaşılmayacaq. Amma bəyəndim. Bunun görünüşü də, materialı da gözəldir. İsa'nın da şalvarını yoxlayın, görün. Yəni düzmü gəlib. Çünki materialı bəyənmədim. Yəni görünüş kimi görsənmir. Amma bəlkə də düz fikirləşmirəm. Bəlkə giyindirsəm daha qəşəng görsənər. Yoxlayarıq. Öz paketinə qoyum ki, səhv salmayayım. Yaxşı ki, burada evdə giyinib, baxıb, yoxlamaq olur. Əynimdə kardeşinin don görmüşdünüz. Onun biraz başqa formasını zakaz elədim. Nəsə tərs gəlib. Görünür ki, kimsə evdə məndən başqa giyinib, aparıb evdə ya da götürülən yerdə. Punkt budur ki də. Sifarişləri götürülən yerdə. Materialı qəşəng nəzikdir. Yay donudur. Öyle pərdəm uyğun gəlir. Bilmirəm, bunu da giyinib baxacam, xoşuma gəlməsə qaytaracam. Bu nədir? Deyən ayağının sumkasıdır. Ayağının sumkasıdır. Belə bir sumka. Sumkanın uzun toskası və bir də belə bəzəkliyib baxımdan rimini. Neyse, sumkanı bəyəndim. Geçən sumkadan. Material da güzeldir. Belə bir sumka. Və ayağına kostyum tikələdim. Yay artıq girib ayağına bu yayı baxır ki, gəldi ayağının kostyumu. Belə bir qırmızı kostyumdur. Belə bir yazılı. Rəngini özü seçdi, qırmızı istədi. Belə bir kopması. Yazılı. Tiyini də belə. Acana açıq. Məncə qəşəng duracaqdır. Videolarda, şəkillərdə görəcəksiniz.